Salam, Yaşa xanım Nəbiyevanın təqdimatında TV1 xəbər izləyirsiniz. Prezident İlham Əliyev noyabrın 7-sində Slovakiya Respublikasının baş nazirinin müavini və Müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Slovakiya baş nazirinin müavini və Müdafiə naziri Vətən müharibəsində qələbənin 5-ci il dönümü münasibəti ilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirdi. Qonaq həmçinin Slovakiyanın baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Slovakiyanın baş nazirinə çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində qələbənin 5-ci il dönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirdi. Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunan nailiyyətlər münasibəti ilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Amerika Birləşmiş Ştatları prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədi ilə imzalanmış sənədlərin tarixi əhəmiyyətini toxunaraq bunun da regionda davamlı sülhün təmin edilməsində rolunu vurğuladı. Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd etdi. Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi. Əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırıldı. Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunuldu. Prezidentin köməkçisi Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan NATO nümayəndə heyəti ilə görüşüb. Bu barədə Hikmət Hacıyev özünün X hesabında bildirib. Azərbaycana sahə tədqiqatı səfərində olan NATO-ya üzv dövlətlərin daimi nümayəndələri ilə görüşdüyümə görə şadam. Biz uğurlu və faydalı NATO-Azərbaycan tərəfdaşlığını geniş formada müzakirə etdik və regional təhlükəsizlik məsələləri barədə, eləcə də Azərbaycan-Ermənistan sülh gündəliyi haqqında fikir mübadiləsi apardıq. Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib. Baş nazirin müavini Azərbaycan-Çin hökumətlərarası ticarət iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığı haqqında müsahibə verib. Bu ilin aprel ayında Azərbaycan prezidentinin Çinə dövlət səfəri baş tutmuşdur və o səfər çərçivəsində bir sıra sənədlər, 20-yə yaxın sənədlər imzalanmışdır. O sənədlər sırasında ən önəmli yer tutan məhz Azərbaycan və Çin arasında hərtərəfli strateji əməkdaşlıq haqqında sənədin qəbul olunmasıdır ki, ölkə rəhbərləri tərəfindən qəbul edilmişdir. Eyni zamanda Cənab Prezident avqustun sonunda, sentyabrın əvvəlində Çinə rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir daha Cənab Xi Jinpinglə görüşü olmuşdur, danışıqlar aparılmışdır və təbii ki, bu sənədlərin imzalanması aparılan danışıqlar öz bəhrəsini verir və qeyd etdiyim kimi Azərbaycan-Çin arasında demək olar ki, tamamilə sıçrayışlı bir inkişaf zamanı dövrü yaşanır. Və biz bu danışıqların, imzalanan sənədlərin, əldə olunmuş razılaşmaların bəhrəsini artıq görməkdəyik. Belə ki, bu ilin 9 ayında Azərbaycan-Çin ticarət dövriyyəsi 28% artaraq 3,4 milyard dollara keçmişdir. Bu çox önəmli bir rəqəmdir, bir həcmdir və düşünürəm ki, bu rəqəm artmaqda davam edəcək. Çünki qarşılıqlı maraq çox böyükdür. Çin şirkətləri, Çin nümayəndə heyətləri Azərbaycana davamlı səfərlər edirlər. Azərbaycanda müxtəlif sahələrdə enerji, xüsusilə yaşıl enerji sahəsində, sənaye, investisiyalar, turizm sahəsində böyük layihələr həyata keçirməkdədir. Belə yaddaşla deyə bilərəm ki, 40-a yaxın iri layihələr Azərbaycanda Çin şirkətləri tərəfindən həyata keçirilir.
Bu gün Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə, insan hüquqları və regional məsələlər komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib. Maliyyə naziri Sahil Babayev iclasda 2026-cı il dövlət büdcəsi haqqında təqdimatla çıxış edib. 26-cı il üzrə hazırlanmış dövlət büdcəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin bütün əsas parametrlərini rəhbər tutmuşdur. İlk öncə ölkəmizdə həm makroiqtisadi, həm fiskal dayanıqlığın təmin olunması, eyni zamanda monetar siyasətin sabitliyinin təmin olunması üçün müvafiq çərçivə təmin edilmişdir. Əsas makroiqtisadi göstəricilərə gəldikdə növbəti ildə ümumi daxili məhsulun 134,1 milyard manat olaraq formalaşmasını biz proqnozlaşdırırıq və bu rəqəm cari ilə müqayisədə 2,9%lik bir real artımı göstərir. Eyni zamanda daha önəmli bizim üçün parametr olan qeyri-neft ödəyimlə nəzər salsaq, növbəti ildə bu rəqəm 101,7 milyard manat olaraq qiymətləndirilir və bu da çox önəmli bir rəqəmdir ki, çünki cari illə müqayisədə bu 5%lik artım özü ilə gətirməklə yanaşı, ən önəmlisi ondan ibarətdir ki, son 5 illik göstəriciyə biz baxdıqda bizim qeyri-neft ödəyimimiz real rəqəmlərlə 34% artır, nominal rəqəmlərlə isə 63% artır. Bu da əlbəttə ki, ölkədə həyata keçirilən çox şaxəli islahatların bariz bir nəticəsidir ki, cəmi 5 illik bir dönəmdə ölkəmizdə qeyri-neft sektoru nominal rəqəmlərlə 63% və ya 36 milyard manat artır. Xam neftin bir barilinin orta illik ixrac qiyməti 65 dollar olaraq proqnozlaşdırılır. Orta illik inflyasiyamız 4,8%, manatın dollara məzənnəsi 1,7 manat olaraq müəyyən edilmişdir. Dövlət borcu, makroiqtisadi bizim deməli parametrlərimizin növbəti biri olan dövlət borcu rəqəmlərimizin ən yaxşı səviyyədə qorunmasına davam ediləcəkdir. Məlumat üçün bildirim ki, biz növbəti ildə dövlət borcumuzu 21,8%, ÜDM-in 21,8% məbləğində qiymətləndiririk və orta müddətli dövrdə də bu parametrin qorunmasına çalışacağıq. Bizim proqnozlarımıza əsasən 29-cu ildə yenə də Azərbaycanın ümumi dövlət borcu 21,2% nisbəti ilə ödəmək müəyyən olunur. Bu da dünyadakı ən yaxşı göstəricilərdən biridir. TV1-in çəkiliş qrupu işğaldan azad olunmuş torpaqlara, Zəngəzur dəhlizinin inşa olunduğu ərazilərə ezam olunur. Çəkiliş heyətinin hazırladığı xüsusi reportajı təqdim edirik. İşğaldan azad olunmuş ərazilərdə aparılan yenidən qurma və bərpa işləri dinamik şəkildə davam etdirilir. 44 günlük vətən müharibəsi başa çatdıqdan sonra Qarabağ və Şərqi Zəngəzurda yeni müasir yaşayış məntəqələri salınır, böyük infrastruktur layihələri reallaşdırılır. Böyük miqyasda həyata keçirilən layihələr qısa zamanda Azərbaycanı dünyanın logistik mərkəzinə çevirəcək. Bu isə ölkəmizin iqtisadi inkişafında yeni mərhələ olacaq. Respublikamızın reallaşdırdığı mühüm layihələrdən biri isə əlbəttə ki, Zəngəzur dəhlizinin inşasıdır. Zəngəzur dəhlizinin dəmir yolu xəttinin inşası hazırda davam etdirilir. Həkəri stansiyasında olarkən bunun bir daha canlı şahidi olduq. Horadiz-Ağbənd dəmir yolu xəttinin 67-ci kilometrindəyik. Burada yolun Həkəri stansiyasının inşası sürətlə davam etdirilir. Qeyd edək ki, Həkəri stansiyası Horadiz-Ağbənd dəmir yolu xəttinin 9 stansiyasından biridir. Horadizdən Zəngilanın Ağbənd qəsəbəsinə uzanan yol boyu Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəlməsi, yeni magistrallar, tunellər, körpülər, bir zamanlar erməni işğalı altında dağıdılmış torpaqlarda həyatın yüksək sürətlə bərpa olunduğunu göstərir. Azərbaycanın cənub-qərb sərhədində ölkənin iqtisadi gələcəyini müəyyən edən iki mühüm layihə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu və Horadiz-Ağbənd dəmir yolunun hazırda yüksək texnologiyalarla tikintisi icra olunur. Azərbaycan dəmir yolları
Qapalı Səhmdar Cəmiyyətinin tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlifsətovun verdiyi məlumata görə Horadiz Ağbənd dəmir yolu xəttinin tikintisi 3 mərhələdə aparılır. Horadiz Ağbənd dəmir yolu xəttinin tikintisi 2020-ci ildə qoyulmuşdur. Ox üzrə uzunluğu 110,4 km, yan yollarla birlikdə isə 140,6 km-dir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 ədəd avtomobil keçidinin, 4 ədəd tunelin, 3 ədəd qaleriyanın və ümumilikdə 600-ə yaxın mühəndis qurğularının tikintisi həyata keçirilir. İkinci mərhələ Soltanlı, Qumlaq, Həkəri, Mincivan stansiyalarını birləşdirir. Onun sözlərinə görə bu hissədə torpaq işləri və mühəndis qurğularının inşası davam etdirilir. Məhz burada Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilib. 771 metr uzunluğunda 23 aşırımlı körpü bu layihənin ən mühüm mühəndis nailiyyətlərindən biridir. Üçüncü mərhələdə isə tunellər və qoruyucu qalereyalar üzərində işlər aparılır. Horadiz Ağbənd dəmir yolu xəttinin 99-cu kilometrliyindəyik. Dəmir yolunun inşasının prosesi hazırda yüksək sürətlə davam etdirilir. Arxamda gördüyünüz dəmir yolu xəttinin qalereyasının inşası həyata keçirilir. Dəmir yolu xəttinin birinci mərhələsinin inşası başa çatıb və artıq Araz iqtisadi zonasına yüklərin daşınması prosesi həyata keçirilir. Tunellərdə tikintinin 71% artıq tamamlanıb. Dəmir yolu xəttinin 99-cu kilometrində yerləşən qalereya dik qaya süxurları ilə əhatələndiyi üçün xüsusi mühafizə məqsədi daşıyır. Qalereyanın uzunluğu 108 metr, konstruksiyası isə monolit dəmir betondandır. Ümumilikdə 110 kilometr uzunluğunda Horadiz Ağbənd dəmir yolu xəttinin 68% icra olunub. 66 kilometrlik hissədə yol üstü konstruksiyalar artıq quraşdırılıb. Cavad Əlifsətov bildirib ki, yekun tamamlama tarixi, texniki və təşkilati amillərdən asılı olsa da, işlər plan üzrə davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssisi Ziyəddin Həsənov isə Horadiz Cəbrayıl Zəngilan Ağbənd avtomobil yolunun inşasının birinci texniki dərəcəyə uyğun şəkildə aparıldığını vurğulayıb. 123,6 km uzunluğundakı magistralın 78,5 kilometri 6, 45,1 kilometr isə 4 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 14 və 21 metr, torpaq yatağının eni isə 21,5 və 29 metr təşkil edir. Əsas yolun tikintisi 95% icra olunub. Şərt olaraq adlandırdığımız T1 tunelinin girişindəyik hal-hazırda. Tunellərin qazma işləri bitib, demək olar ki, hazır vəziyyətdədir. Sadəcə asfalt beton işləri həyata keçirilir. 2026-cı ilin ikinci yarısına tikinti işlərinin tamamlanması nəzərdə tutulub. Bu yol üzərində 8 yol qovşağı, 44 alt keçid, 5 üst keçid və 314 müxtəlif diametrli mühəndis qurğusu tikilib. 3 tunelin ümumi uzunluğu 12 kilometrdir. 24 körpüdən 23-ünün tikintisi artıq başa çatıb. Birində isə işlər davam edir. Horadiz, Cəbrayıl, Zəngilan, Ağbənd avtomobil yolunun Ağbənd qəsəbəsi ərazisindəki 113-cü kilometrindəyik. Yolun 78,5 kilometrlik hissəsinin inşası artıq başa çatdırılıb. Yolun üzərində müasir standartlara cavab verən yüksək texnologiyalarla 3 tunelin inşası prosesi aparılır. Alternativ olaraq Horadiz Cəbrayıl Zəngilan yolu artıq istifadəyə verilib. Yeni magistral üzrə tikinti işlərinin gələn ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. Horadiz Ağbənd dəmir və avtomobil yolları təkcə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi canlanması üçün deyil, bütövlükdə Azərbaycanın Zəngəzur dəhlizi konsepsiyasının reallaşması üçün əsas infrastruktur dayaqlarıdır. Bu layihələr Azərbaycanın Naxçıvanla quru əlaqəsini təmin etməklə yanaşı, Türkiyəyə və oradan Avropaya yeni nəqliyyat marşrutu açır. Layihələrin tam başa çatmasından sonra orta dəhliz vasitəsilə illik 15 milyon ton əlavə yük daşınması mümkün olacaq. Bu, Azərbaycanın tranzit gəlirlərini artırmaqla yanaşı, ölkəni regionun əsas logistika qovşaqlarından birinə çevirəcək. Son illər Cənubi Qafqazda geoiqtisadi mənzərə dəyişməkdədir. Azərbaycan bu prosesdə əsas təşəbbüskar kimi çıxış edir. Zəngəzur dəhlizi yaxud beynəlxalq səviyyədə təqdim olunan adı ilə Tramp marşrutu
artıq siyasi və iqtisadi reallığa çevrilib. Dəhlizin hüquqi təməli 2020-ci il 3 tərəfli bəyanatın 9-cu bəndində qoyulub. Daha sonra Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə aparılan danışıqlarda layihə beynəlxalq konsorsium modelinə daxil edilib. Ərazidə aparılan işlər, icra olunan layihələr belə qənaətə gəlməyə imkan verir ki, Zəngəzur dəhlizi artıq kağız üzərində deyil, torpaq, beton və poladla qurulan reallıqdır. Relslər, körpülər, tunellər və magistrallar Azərbaycanın gələcək iqtisadi xəritəsini cızır. Layihə başa çatdıqdan sonra ölkəmiz nəinki regionda, bütövlükdə Avrasiya nəqliyyat sistemində strateji tranzit mərkəzinə çevriləcək. Bölgə həm dəmir yolu, həm də avtomobil yollarının bağlantısı baxımından hub rolunu oynayacaq. Azərbaycan bugün Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün öz üzərinə düşən bütün vəzifələri icra edir. Ölkəmiz bölgəyə sülh, barış və ədalət gətirir. Respublikamız tərəfindən reallaşdırılan işlər bölgədə artıq yeni reallıqlar yaradıb. Sözü gedən reallığın mühüm əsas komponentlərindən biri isə təbii ki, Zəngəzur dəhlizinin və digər marşrut xətlərinin açılmasıdır. Yerləşdiyimiz coğrafi bölgənin, bütövlükdə isə Cənubi Qafqazın dinamik templə inkişaf etməsi prosesində Azərbaycanın lider mövqeyi önəmli əhəmiyyət kəsb edir. Horadiz-Ağbənd xəttində aparılan işlər, icra olunan infrastruktur layihələri Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə düşən hissəsinin tez bir zamanda hazır olacağını deməyə ciddi əsas verir. Mətanət Əliyeva, Sahib Səfərov, TV1. Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Medianın İnkişafı Agentliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi mövzusunda konfrans keçirilib. Konfransın məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub. Prezident Administrasiyasının qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov konfransın ideyasını noyabrın 3-də Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının rəyasət heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi çox aktual və önəmli bir mövzu ilə bağlı olduğunu qeyd edərək, medianın ədəbi dilin qorunmasında strateji rol oynadığını vurğulayıb. Tədbir çərçivəsində Azərbaycan televiziya və radio verilişləri, Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilən birinci panel sessiyada televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti mövzusu müzakirə olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə hazırda Dilçilik İnstitutunda mühüm işlər görüldüyünə diqqət çəkib. Bildirib ki, orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır, dil korpusu üzərində sistemli iş aparılır. Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədlinin moderatorluğu ilə keçirilən ikinci panel sessiyası çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları, problemlər və həll yolları mövzusuna həsr olunub. Biz düşünürük ki, Cənab Prezidentin dövlət dilinin işlənməsi ilə bağlı göstərdiyi münasibət, biz də ona adekvat öz işimizi qurmalıyıq. Azərbaycan dili yalnız məişət səviyyəsində işlənilən bir dil deyil, o fəlsəfi, elmi, publisistik fikirləri çox yüksək səviyyədə ifadə edən zəngin bir dildir. Bu dilin qorunub saxlanmasında medianın mühüm rolu var. Konfrans işini müzakirələrlə davam etdirib. Sovetski ərazisində dövlət qeydiyyatına alınan və bundan sonra qeydiyyata alınmasına müsbət rəy verilən abidələrin təyinatı məlum olub. Məlumata görə ərazidə 73 tikilinin buna qədər dövlət mühafizəsinə götürülüb. Ekspert Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında isə daha 33 tikiliyə tarixi memarlıq abidəsi statusu verilməsi nəzərdə tutulur. Bu 106 abidənin 96-sı fərdi yaşayış evi, onu isə müxtəlif təyinatlı tikililərdir. 10 tikilinin 3-ü hamam, 3-ü məscid, biri isə kilsə. Digər 3-ü isə müxtəlif təyinatlı iaş obyektidir. İndi isə dünya xəbərləri. Pentaqon rəhbəri narkotik yüklü daha bir katerin vurulduğunu açıqlayıb. Pentaqon rəhbəri Pete Hegseth Karib dənizinin beynəlxalq sularında narkotik daşımaq üçün istifadə olunan katerin Amerika qüvvələri tərəfindən məhv edildiyini bildirib. Məlumata görə katerdə 3 nəfər olub, onlar narkotik daşıyıblar. Zərbə nəticəsində hər üçü həlak olub.
Daha əvvəl də qeyd etdiyimiz kimi, narkotik terrorçuların gəmilərinə hücumlar Amerikalıları zəhərləməyə dayandırana qədər davam edəcək. Ölkəmizi təhdid edən bütün narkoterrorçulara, əgər sağ qalmaq istəyirsinizsə, narkotik ticarətini dayandırın. Əgər təhlükəli narkotik alverinə davam etsəniz, sizi öldürəcəyik. Pentagon rəhbəri əlavə edib. CNN-in məlumatına görə Amerika Birləşmiş Ştatları ordusu son aylarda narkotik ticarəti ilə mübarizədə ən azı 18 kiçik gəmini məhv edib, nəticədə 70 nəfər ölüb. İndoneziyanın paytaxtı Cakartada məktəb kompleksinin içərisindəki məsciddə cümə namazı zamanı partlayış baş verib və nəticədə 54 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xüsusi təyinatlı bölmələr və fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları hadisə yerindədir. Hakimiyyət orqanları hadisənin təfərrüatlarını araşdırmağa başlayıb. İnsidentin səbəbi hələlik müəyyən edilməyib. İndi isə hava məlumatı ilə tanış olaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə noyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Temperatur gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-80% təşkil edəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirik.